Vətəndaş əvvəl ev aldı, sonra elektrik xəttinə görə sayğac alıb quraşdırdı öz cibinin pulu ilə. Amma bir gün gəldi ki, sayğacı kimsə götürüb, yoxa çıxıb. Bəs bunu niyə götürüblər, kim götürüb? Niyəsi çox maraqlıdır. Bəli, bu hadisə paytaxtın Xəzər rayonu Qala qəsəbəsindəki bu evin sahibi Fuad Hüseynovun başına gəlib. Mənim bu evim sənədli, çıxarışlı, hazır ev. Mən bu ev almışam. Bu ev alanda məndə sayğac yox idi. Heç bir sayğaclar yox idi. Mən sayğacları getdim qanuni şəkildə Asan Kommunal Xidmətlərində sənədlərimi verdim, evi aldım. 2 aydan sonra bir də baxdım Azərişıq gəlib sayğacımı götürüb aparıb. Səbəb nədir? Deyir, burada neçənci ildəsə kiminsə adına bu ünvana borc yazılıb. Sayğacsız bir borc yazılıb. Sayğac olmadan kiməsə bir borc yazıblar. Siz bu evi hazır almısınız? Bu evi mən bu vəziyyətdə almışdım, hazır. Bu evdə heç vaxt yaşayış olmayıb. Tikilib, prosta yarım tikilib. Sonra mən biraz təmin elədim. Azərişıqdan gəlib maraqlanan borc var. Borc məhkəmə bunlara şikayət yazdım baş idarələrinə. Cavab məktubları da göndəriblər ki, o borc ödənməlidir, nəsə. Mən bunları məhkəməyə müraciət elədim belə. Məhkəmə qərar çıxartdı ki, təmin olunmalıyam, sayğac da təmin olunmalıdır. Təzədən müqavilə də bağlanmalıdır məndən. Yeni abonet kodu da verilməlidir mənə. Borc nə qədərdir? 5200 neçə manat, bax belə bir borc var. Borca görə sayğac aparıblar, hə? Bu borca görə sayğac aparıblar. Neçə aylardır mən qalmışam qaranlıqda. Bugün gəlib qapını sındırıblar ona görə. Nə kamera qoşa bilir, nə heç nə. O sayğacı alıb quraşdıranda aidiyyəti quruma məlumat verdi ki, ümumiyyətlə onun müəyyən bir şəxslərinə ki, mən ev almışam və sayğac quraşdıram, yoxsa Asan Kommunalda aparıb sənədlərimi təqdim eləmişəm. Sənədlər əsasında gətirib sayğac quraşdırıblar mənə. Tam qanuni qayda ilə. Yəni bunların bu dəqiqə istəyi nədir ki, o 5000 ödəniş olmalı, sonra sayğac qayıdamalı, yoxsa necə? Vəd verirlər, icrasıya da pastayan vəd verirlər ki, bir həftəyə həll eləyirik, 10 günə həll eləyirik. Belə neçə aylardır. İcraçı onlara 3000 manat məhkəməyə verdi, akt yazdı, məhkəmə onlara 3000 manat cərimə elədi. Yenə də təsiri yoxdur bunlara bu cərimənin. Bax belə bir məsələdir. Qalmışam sayğacsız, qalmışam orada-burada çöllərdə. Sizin çəkilişdən sonra mənə indi zəng eləmişdilər Azərişıqdan ki, 99,9% sizin sayğacla təmin eləyəcəyik. Məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, həmin evin əvvəlki sahibinin külli miqdarda borcu olub. Bu səbəbdən məsələ hüquqi müstəvidə tam aydınlaşdırılana qədər kod dondurulub. Problem öz həllini tapandan sonra isə sayğac yenidən bərpa edilib.